Mən jurnalistəm. Ölənə qədər bu adla gedəcəm, bu peşə ilə gedəcəm və nə vaxtsa mən bu dünyadan gedəcəmsə və yəqin ki, gedəcəm, onda adamlar Mirşahin deyəndə jurnalist xatırlayacaq. Gəl aba, Mirfahişə üzr istərəm. Mirşahin Ağayev deyir ki, o hər zaman jurnalist kimi xatırlanacaq. Ay Mirşahin Ağayev, özünü aldatma, basma. Sən ölüykən və dirikən hər zaman Cəlal Əliyevin sözləri ilə xatırlanacaqsan. Bəli, Cəlal Əliyev sənin adını konkret qoyub, peçatını vurub. Ta bundan o yana yoxdur. Jurnalistimə bax da. Ay, sənin kimlərə biz jurnalist deyilik, jurnalist. Bunun özü kimdir? Dediyim kimi narkoman. Kimdir? Adını qoyub Mirşahin, əslində Mirfahişədir. Cəlal Əliyev demişkən, bir sizə maraqlı hadisə danışım, əhvalat danışım. Deməli bir gün, həqiqətən olub ha, baba, bu özün olub. Deməli bir gün Mirşahin Ağayev, deyəsən, ordu günüydü. Bir gün Mirşahin Ağayev gedir bir hərbi hissəyə və canlı yayım eləyir. Hər şey yaxşı olsa, Allahın köməyi ilə bu ərazidən əla qaynar reportaj hazırlayıb geri qayıdırıq. O şimdi bir əskər danışdırır ki, valideynlərə salam göndər, kimə istəyirsə salam göndər, canlı yayımdasan. O şimdi əskər də danışır ki, ay ana, ay ata, sizi öpürəm, hər şey yaxşıdır, yeməyimiz var, əskərlərə yaxşı baxırlar. Hə, o şimdi salam dualarını göndərib əskər evinə. Axırda Mirşahin buna mikrofonu deyir ki, bəs əskər özünü təqdim elə. O adam baxırsa, öpürəm onu. Həmin əskər də nə desə yaxşıdır. Hə, Mirşahin deyir ki, ad familiyavı deyilən ki, bilsinlər. Həmin əskər də deyir ki, əskər Cəlal Əliyev məruzə elədi. Bayan ələt, həmin o reportajı Mirşahin Ağayev pozdu. Yerli dibindən pozdu. Canlı yayım dayandı. Ay, o kadrları tapanmırıq. Bax belə.